hörmətli izləyicilər, bugün çəkiliş qrupumuz Ağcabədi rayonunun Hacıbədəlli kəndindədir. Şəhidimiz Dəyanət Əliyevin evindəyik. Onun əzizləri ilə gəlin yaxından tanış olaq, şəhidimiz haqqında qısaca da olsa məlumatlandırılaq. Buyurun, özü təqdim edin. Əliyev Ədalət Ələsgəroğlu, şəhidin qardaşı. Şəhidimiz Dəyanət haqqında qısaca da olsa. Dəyanət uşaq vaxtlarından çox dözümlü uşaq olubdur. Böyükcə də vətənpərvərlik onun tanıdığı vardır. Həqiqətən də vətənpərvər olan. Hərbiyyədə özünün üstəyi olub, 12 il xüsusi qulluq edibdir. Vətətəpə döyüşlərində iştirak edibdir. 44-cü vətən müharibəsində şəhid olub, qəhrəman olub. Çox qəhrəmanlıqlar olub, öz əsgər yoldaşları, iş yoldaşları danışıb, hayal biz onu görməmişik. Onlar çox Dəyanətin haqqında həddindən artıq qəhrəmanca döyüşdüyünü hamısında danışılır bilir. Şəhidimizin ailəsi ilə gəlin, həyat yoldaşı, şəhidimizin qeyd edək ki, 2 övladı var, gül balaları, bir oğlan, bir qız. Gəlin, onun ailəsi ilə yaxından tanış olaq. Buyurun bacı, özünüzü təqdim edin. Mən Əliyeva Vəfa İsrail qızı. Vəfa şəhidin həyat yoldaşıyam. O çox gözəl insan olur. Nə qədər danışsam ona nazım. Necə həyat yoldaşı olub, necə ata olub? Çox yaxşı. Əgər qəhrəmandırsa, torpaqlarımız uğrunda, vətən uğrunda canlarından keçiblər, öz qanları ilə bizə zəfəri bəxş ediblərsə, deməli, bunlar qəhrəmandır, bizim milli qəhrəmanlarımızdır. Yoldaşınızla ən axırıncı o son danışığımız nə vaxt olub? Son danışığımız 2020-ci il sentyabrın 19-u gəldi və 21-i getdi. Gedəndə dedi, istişarətli, müharibəli, hər şey ola bilər. Mənə bir şey olsa, dedi, başa dik tut günah. Dedim, elə danışmadan, uşaqlar balacadır. Dedim, müharibədə hər şey ola bilər. Uşaqları tapşırdınız. Hə, uşaqlar tapşırdı. İstədim bir dəstən gül verəm sənə, gördüm güllərin arasındasan. Düzü gözlərimə inanmadım mən, gördüm gözlərimin arasındasan. Bizim üçün doğrudan çox ağırdır bu verilişi aparmaq. Həm qürur vericidir, həm də çox ağırdır. Əsasən də övladları, kiçikləri görəndə daha da çox çətin gəlir, bizə ağır gəlir veriliş aparmaq. Qızım, özünü təqdim elə. Adım Əzadan Şən Dəyanət qızıdır. Can, neçə yaşın var? 13 yaşında. 13 yaşıma, neçənci sinif oxuyursan? 7-də oxuyuram. Aha. Atanla bağlı nə deyə bilərdin qızım? Atam yəni yaxşı insan olurdu, ailəsini sevən və yaxdaşı mən də çox istəyirdim, çox sevirdim. O yəni də onun ölümü də mənə biraz istərsin. Başını dik tut. Yaxşı qızım, sən gör kimin qızısan? Şəhid Dəyanətin qızısan. Sən hər zaman, hər yerdə başı uca gəz. Çünki qəhrəmanın qızısan. Yaxşı mı? Kim olmaq istəyirsən böyüyəndə? Kim olmaq, həkim olmaq istəyirəm mən çox. Nə həkimi? Həkim. Niyə görə məhz hərbi həkim olmaq istəyirsən? O sırada yəni əsgərlər sağlatmaq istəyirəm, doyurmaq. Yəni əskərlərimiz ölməsinlər, əskərlərimiz xəstələnməsinlər, hə? istəyirəm.
İndi gəlin onun oğlu ilə sizi yaxından tanış eləyim. Adın nədir? Əlizadə Ayxan Dəyəzov. Aha, indi sən danış. Bəs sən kim olmaq istəyirsən? Mən polis olmaq istəyirəm. Niyə məhz polis? Məsələn, maşınlar bərk getməsin. Məsələn, bərk gedəndə dayandırsan ki, özlərini qorusunlar, həm də kənar Toxsundur, can. Allah səni arzularına çatdırsın. Allah sizi xoşbəxt eləsin. Əlbəttə, siz uşaqlarımız bizim gələcəyimizdir. Gələcəyimiz parlaq olmaqdan ötürü nə etmək lazımdır? Oxumaq lazımdır. Bəli, hörmətli tamaşaçılar, gördüyünüz kimi biz şəhid Dəyanət Əliyevin evində olduq. Onun ailəsi ilə, qardaşı, yoldaşı və 2 gül balaları ilə daha da yaxından tanış olduq. Şəhidimiz haqqında bilmədiklərimizi eşitdik. Keçdiyi döyüş yollarından bəhs edən bir sujet hazırladıq. Salam 102 Xəbər İnfo və İnforum Xəbər TV sosial şəbəkə izləyiciləri. Gördüyünüz kimi bugün biz Ağcabədi rayonunun Hindar qəsəbəsində şəhid Polad Əliyevin evini ziyarətə gəlmişik. Biz şəhidin ailə üzvləri ilə yaxından tanış olacağıq və sizləri də şəhidimiz barəsində daha da məlumatlandıracağıq. İndi yaxınlaşıram şəhidimin atasına. Buyurun, xoş gördük sizi. Sağ olun, xoş gəlmişsiniz. Özünüzü təqdim edin. Əliyev Nuralı Orucoğlu, şəhid Gizir Polad Əliyevin atası. Birinci buraya xoş gəlmişsiniz şəhidin evinə. Minnətlərimi bildirirəm sizə ki, gəlib şəhidlərimizi yad edirsiniz, şəhidlərimizi işqlandırırsınız. Bu bizim üçün böyük fərqdir. Polad haqqında Poladdan çox danışmaq olur. Mən Polad haqqında Polada deyə bu ev mənə tikilmişdi, Polada görə tikilmişdi. Mən də o tikilən evi muzey elədim ki, bütün şəhidlərimiz unudulmasın, heç vaxt yaddan çıxmasın. Bir Poladdan ötürü deyil, o evdə buna qədər şəhidlərimiz var. Özünüz də gördünüz ki, mən fərq qoymamışam. Nə Polada, nə başqa şəhidlərlə. Hamısını orada işqlandırmışam, hamısına da orada şəkillərini yerləşdirmişəm ki, o bizim şəhidlərimiz heç vaxt yaddan çıxmasın. Gələcək ballarımız bizim şəhidlərimizi unutmasınlar. Ki, bizim belə bir şəhidlərimiz var, bizim üstümüzdə kan töküblər, bizim yolumuz, torpağımız uğrunda gediblər, bizdən ötürü canlarına keçiblər. Mən heç vaxt o şəhidlərimizə boşluyuq biz. Ömrü boyu da mənim yadımdan çıxmaz. Həmişə də şəhidlərimiz haqqında necə qəlbimdə varsan, nə kömək olsa eləyəcəm. Sağ olun, var olun, gəldiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun. İndi isə, hörmətli izləyicilər, mən yaxınlaşıram şəhid Polad Əliyevin anasına, gözəl anamıza. Mən Əliyeva Samara Səbəqiziyəm, Poladın anasıyam, Ramiz Məmmədovanın da vasiyəm. Həmi itkin vasiyəm, həmi şahid anasıyam, ikisi də şahiddirlər. Amma biri qardaşdır, biri baladır. Bütün şahidlərin hamısı bizim üçün eyni səviyyədə bala anadır. Bütün şahidlərə də Allah rəhmət eləsin, başları bizim elədiklər kimi də onların da həmişə başı ucadırlar. Yaşadığımız bu torpaq, bu sahə onların hesabına verir. Poladın haqqında çox danışaraq. Polad necə uşaq? Ana bala kimi daimi yaxşı olubdur. O həm ana, həm ata üçün yaxşı olubdur. Hamısında bir təbliğlə görən oğuldur. Onun haqqında nə desəm, çox, nə danışsam az. Yox, danışmaq oldu, çətinliyi mənim üçün. Ne hasretti, ne hicrandı ay Allah. Ne hasretti, ne hicrandı ay Allah. Bəxtimə taleyin qarası düşüb, könlümə yanamın laylası düşüb. Bundan beri də valla nə danışsam, nə görsəm balanın haqqında başucalığıdır, mənim üçün balamdır, fəxrimdir. Yəni görək Polad haqqında, şəhidimiz haqqında nənə nə deyəcək? Buyurun. Mənim Polad, mənim nədəndir, öldürmə yaxlı nədəndir. Qoçaq, ürək, sözü gündə, özü gündə.
həmişə mənim evimin qonağıydı. Nə deyim, öz balama nə deyim, deyim 4 il vuruşub, əməyi zaya getdi, axırda özü də getdi. Heç nə yerim əynimdir, nə yurdum əynimdir. Öz oğlunuz. Öyle oldu. Adı neydi? Ramiz. Ramiz. Heç nə, bir yerdə nə var ki, neynə deyilməni Leşi tapılmayıb da. Yok, heç nə, nəzəri də yoxdur. İnşallah tezliklə bu xəbəri də alarsınız inşallah. Nə bileyim, daha indi o... Yəni gözünüz yoldan çəkilir, bilirsiniz ya. Çəkilmir, hələ yol gözləyir. Uşaqlıq dünyamın havasıdır yox. Sağalmaz dərdimin dəvasıdır yox. Həzrəti Fatimə duasıdır yox. Gülüstəninin ayana qurban olum, hənası düşüb könlümə ayəllər, anamın laylası düşüb. Adı kimi qorxmaz. Adı kimi Polad olan Gizir Polad Əliyevin bibisinə yaxınlaşıram. Buyurun, Poladla bağlı xatirələriniz. Polad'dan danışmaqdan tutarmaz. Polad özü kimi, adı kimi de Polad'dır. Onun hakkında ne danışsam tutarmaz. Uşaqlıq onun yanından çok böyle ne diyeyim, başka cürüydü. Çok başka cürüydü. Yuxunuza gəlirmi? Çok gelir, çok. Ruhda tuturmaya çok gelir. Dərdimə bağlı balası düşüb könlümə ayəllər, anamın laylası düşüb. Polad Əliyevin əmsinə yaxınlaşdım. Buyurun, yəni özünüzü təqdim edin. Çok sağ olun ki siz bu şehitlerle bilirsiniz. Sanırsın yandan çıkartmıyorsunuz. Allah canı şehitlerimize emanet eylesin. Hörmətli tamaşaçılar, gördüyünüz kimi biz Gizir Polad Əliyevin evində olduq. Ziyarət elədik əzizlərini. Çox gözəl mehriban ailə ilə üzləşdim. Oradan da gördüm ki, vətən uğrunda, torpaq ərazilərimizin bütünlüyü uğrunda canlarından keçmiş şəhidlərimizdən biri də Polad idi. Poladın gözəl ailəsi var idi. Polad qəhrəmancasına böyüdüsə, deməli, bunun gözəl ailəsindən bu önəm gəlir. Çünki doğrudan da valideynləri, bibiləri, əzizləri hamısı vətənini sevən, torpağını sevən, bayrağını sevən, ölkəsini sevən bir insanlardır. Ondan biri də bizə qardaşımız Fuaddır. Fuad özü də bir çox şəhid ailələrində olur, qazi ailələrində olur. Onların məclislərində iştirak edir. Fuadla indi gəlin, mən də sizi yaxından tanış edim. Buyurun, özü təqdim edin. Əvvəla xoş gəlmişsiniz, sağ olun, başdan burada təşrif edin. Benim Fuadla da çəkiş ediniz ki, sizə minnətlərəm, var olun. Mən Fuad Əliyevin adı olun. Bizi şəhid Fuad Əliyevin qardaşıyam. Bir ilə fəxr edirəm ki, bizim elə huzurlu bir qardaşımız olur. Biz onun qardaşıyıq, biz ona fəxr edirik ki, Polad kimi gözəl bir cəsarətli, döyüş, təhlükçüyüş bir qardaşımız olur. Poladın haqqında çox şey danışmaq olar. Poladın haqqında həyatından danışsaq, fərmaz. Yalanı şişmək yox, həqiqi döyüşü, həqiqi vətən uğrunda özünün canını çıxar edən bir oğlu olur. Poladın öz aksiya yoldaşları, səhətlərin hamısı ondan çox razılıq edir. Hamısı ondan fəxrlə danışırlar. Yine mən də fəxr edirəm ki, elə bir icidin, elə bir şəhidin qardaşıyam. Allah bütün şəhidlərimizə rəhmət versin, şad olsun, Allah 25 eləsin. Sizə də minnətlərəm, var olun, sağ olun. Bu böyle yolu, bu yayda, isti havada gəlmişsiniz, çəkiş edirsiniz. Bizim borcumuz ki, hər bir şəhid evinə, hər bir şəhid qapısına gedilsin, hər bir şəhid anasının, hər bir şəhid qapısını açanda mən üçün bir buyruq fəxrdir. Hər zaman da onlar bizim buyruğumuzda, var olun deyirsiniz. Hörmətli tamaşaçılar, onu da qeyd edək ki, biz dövlət tərəfindən şəhidimizə verilən evdə şəhidimizin ev muzeyi düzəldildi. Buradakı bunun Fuadın təşəbbüsü ilə gözəl bir ev muzeyi düzəlib.
onunla bağlı nə deyə bilərdiniz? Necə oldu? Bu fikir hardan gəldi sizə ki, doğrudan da bir qeyri-adi ev müzeyi təşkil elədiniz? Bu diğer siyahıyı alanda atama saatler atama gitmiştik. Yani farklı işlemişler. Bugün Polada ev fikirleri. Atama məsləhətləşdik. Dedik ki, bunu bir gözəllikdir. Poladın özünün xatirəsi üçün. Özü yoxdur, ailəsi yoxdur. Hem onun adı yaşasın, onun öz izi ilə birlikte şəhidlərimiz yaşasın. Biz elə qərar gəldik, onu evimizə elədik. Onu atamla, böyüyümüzlə birlikte Poladın artıq yaşasın, şəhidlərimiz yaşasın. Hamımızın özümüzün evimiz, eşiyimiz, hər şeyimiz vardır. Onun öz xatirəsi üçün, onun öz evimizi, onu yaşamak için biz onu elədik. Ki bugün Polad orada yaşasın, Polad unudulmasın. Poladın timsalında bütün şəhidlərimizi o dönemdə varsa, onlar unudulmasın. Bir qururla fəxr edirəm ki, Azərbaycan Respublikasında yeganə ev müzeyi olan bir dənə Poladımçı var. 3 otaqdır, kaldı, hamısı muzeydir. Heç bir yerdə elə ev, heç bir şəhid ailəsində yoxdur. Mən sizin də sayənizdə bütün şəhid ailələrini də gəlirəm, bütün şəhid şeylərə görürəm. Kim istəyirsə, öz övladları şəkili belə bilərlər. Polad Əliyevin gizlir ev muzeyini qoya bilər. Öz övladları şəkilini orada görə bilərlər. Hep bu Poladın yox, bütün şəhidlər üçündür. Bütün şəhidlərin üçün çəkmişik. Kim istəyir, hər şəhid ailələr, hər şəhid severlər, gəl ziyarət edə bilərlər, çəkişlərini edə bilərlər. Sizin kimi var olun, sağ olun ki, sizi büyük Polad'ı tutuq, Polad'ın evini tutuq, gəl çəkiş etdiyiniz üçün minnətlərim sizə. Ona da qeyd edək ki, Polad Əliyevin böyüklüyə başa çatdığı küçəyə də şəhid Gizir Polad Əliyevin adı verilib. Bəli, hörmətli tamaşaçılar, növbəti şəhid evimiz Ağcabədi rayonunun Ağabəyli kəndində şəhid Füzuli Quliyevin evindəyik. Bunun əzizlərinin, qohumlarının ətrafındayıq. Qeyd edək ki, şəhid Füzuli Quliyev 1994-cü il şəhididir. İndi isə gəlin şəhidimizin bacısı Sədaqət xanımla sizi yaxından tanış edir. Sədaqət xanım, xoş gördük sizi. Allah cəmi şəhidlərimizi rəhmət etsin. Qardaşımızla bağlı zəhmət olmasa bizi də məlumatlandırardınız. Əvvəlcə sizə təşəkkür edirəm. Çox sağ olun ki, arxa planda qoymuşsunuz bir şəhid qala. Sizin rəhbərliyinizə də çox minnətdarlığımı bildirirəm. Çox sağ olun. Dəyərlisiniz bizim üçün. Qardaşım haqqında illər, aylar, dəqiqələr, saatlər danışaram bitməz. Qardaşım çox cəsur, çox döyüşkən, qorxmaz bir oğlan oldu. Sen arkadayaq həmişə mənə Sen arkadayaq həmişə mənə Sənə verməliyəm qiyməti qardaş Mənim üçün çox ağırdı danışmaq. Yəni, çox ağır və qürurverici bir yerimizdir şəhidlər. Bəlkə kimisi üçün belə gəlməz, amma bizim üçün çox ağırdı. Qardaşım o qədər cəsur oğlan idi, o qədər, hətta o əskərlikdən gəldi, o müraciət elədi ki, mən dedim burada hardasa da döyüşüm. Mənim atam ona icazə vermədi. Git bala, qardaşların yanına, qardaşım bilir nasıl yerdə yaşayırdı. Git əskərdən tezə gəlmişsin. Moskvada əskərliğini çəkir. Git orada, qal biraz, sonra gələrsən. O ona icazə vermədi. Dedi, yox, mənim sinif yoldaşlarım, hamısı gedib döyüşürlər, mən qala bilmərəm burada. Onu elə oldu ki, biz vayankamata düzəltdik. Vayankamatda o uşaqları əskəri yaparırdı, gətirirdi, təhvil verirdi. Yəni o işlə məşğul idi. O eşitdi ki, onun sinif yoldaşları döyüşdədir, gəldi evi dedi ki, yox atam, mən qala bilmərəm. Mən də döyüşə getmək istəyirəm. Biz ona razılıq əvvəl vermədik, dedi, yox getmə də, sənin işin var, işinlə bağlı. Dedi, yox, mən burada qala bilmərəm. Yəni o qədər cəsur oğlan idi ki, o getdi, qatıldı o döyüşlərə. Onun YouTube'da da səhifəsi var, baxa da bilərsiniz. O,
O qədər cəsur oğlan idi ki, o dedi mən əli yanımda olsa döyüşəcəm. Mənim vətənimdir, anamdır, bacımdır, mən onları qorumasam kim qoruyar? O elə oğlan idi, cəsur oğlan idi. Getdi döyüşdü. 2022 il, 92-ci ildən o qatılıb. 2092-ci ildən. O 92-ci ildən. O qatıldı müharibəyə, döyüşdü. O yaralanan vaxtı 94-cü ildə, yanvar ayının 4-də o yaralanmışdı. Neçə kilometr o yaralandığı yerdə, o çasta sürünə gəlib ki, mən bir gedim çatdırım, söz mülkü, yəni uşaqlar şəhid oldular, itkin düşənlərimiz oldu. O sürünə gəlib ora çatanda o özün itiribdi. Bəli. Onu o vaxtı götürüb Sarcal hospitalıda, o vaxtı bu qədər belə bir, necə deyim, əmnamanlıq yox idi, heç kimi yaxına boşlamırdılar. Çox çətin vəziyyət idi. Onu apardılar Sarcalda, əməliyyat eləmişdilər. O əməliyyatdan da hətta həmişə onun professorlar da bizə deyirdi ki, o nə qədər cəsur oğlan idi ki, mənim heç bir şeyim yoxdur. Siz məni tez əməliyyat edin, mən bir də döyüşümə qayıtmaq istəyirəm, bir də mən o uşaqların yanına qayıtmaq istəyirəm. Allahdan qismət, o əməliyyat eləmişdilər, sonra onu Bakıya vertolyotla göndərdilər Bakıya. O yanvar ayının 11-də rəhmətə getdi. Orada ona diaqnoz qoydular ki, burada yaxşı əməliyyat olmamışdı, bilməm nəsə ona o pulya zəhərləmə vermişdi, nəsə o vaxtı şəhid oldu. Mən qardaşımla yenə də o deyirəm ki, heç bir vaxt tükənməz, bitməz onun söhbətləri. Nə qədər istəsən o qədər danışmağa var məndə ki, mən onu danışım. Neçə yaşı var idi? 22 yaşı var idi. Əskərin, bəli, subay idi, 22 yaşı var idi. Yəni könüllü özü qatılmışdı. Bəli, könüllü özü qatılmışdı. Bəli, könüllü özü qatılmışdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mənim qardaşım sahəsində də bütün şəhidlər mənim qardaşımdır. Mən heç birisini seçmirəm, hamısı mənim qardaşımdır. Mən hamısının bacısıyam. Yanımda əyləşən Tatyana xanım şəhidimizin qardaşının yoldaşıdır. Ukrayna vətəndaşıdır, amma Azərbaycan gəlinidir. Qayını haqqında, qaynımız şəhid Füzuli haqqında nə deyilərdiniz bir cümlədə? Ben Füzuli'yi görmüşüm, Çiğdik'e. Beni onun tanış olmasın. Ama onun kardeşinin orada evlenmişim, sonra geldim buraya. 93'te. Orada Füzuli rahmet edildi, şahit oldu. Ben de çok ağır. Geldiniz gördünüz yoktu ben. Geldim gördüm. Çok yapıcı kadarıyla. Bana çok ağırlıydı. Ben bayradım. Böyle bir hafta geçiyor, Füzuli kışkırıyor. Ben için çok ağır. Dönüş çok ağır günler oldu. Sonra ben kaynanam rahmete gideyim. Sonra kaynanam rahmete gideyim. Gerçekten başsız. Oğul verdiler. Oğul verdiler. Çok ağır. Çok sağ İsterim ki hiç başka muharebe olmasın Azerbaycan'da. İnansız bu 44 günlük muharebe olanda derim ki bu Füzuli bir detaylar bizim kentte şahit olur. O kadar dua ederdim ki her bir uşak salamat kalsın. Bu 4 gün içinde Allah rahmet eylesin şahitlere. Vatanın hamısı sülh olsun. Bəli, hər zaman bütün ölkədə, dünyada sülh bərqərar olmalıdır. Sülh olsun. Ayrıca Ukrayna vətənində də, Ukrayna ülkəsində də hal-hazırda müharibə gedir. O gün olsun ki, orada da müharibə tutarsın, şəhidlər olmasın. Allah köməyinizə dursun. Çox sağ olun. Verilişimizin sonunda da sizə təşəkkür edirəm. Rəhbərliyinizə təşəkkür edirəm Azər müəllimə. Bilirəm ki, o da şəhid qardaşıdır. O ağrıları o da yaşayır. Ona sonsuz təşəkkür edirəm ki, bir şəhidi arxa planda qoyur, hamını irəli çəkir. Çox sağ olsun, minnətdaram, hamınıza minnətdaram. Bir də mən istəyərəm ki, mənim üçün çox ağırdır. Şəhidlərə ayrı seçkilik qoymasınlar.
Nə birinci Qarabağ, nə ikinci Qarabağ. Biz Azərbaycanlıyıq. Hamısı bizim üçün əzizdir, hamısı bizim üçün şəhiddir. Heç bir vaxt onlara ayrı seçkilik olmasınlar. Bir də istəyirəm ki, hamısı qəhrəman. Bax, mənim qardaşım içində olmaq şərtilə hamısı qəhrəman olsunlar. Hamısına qəhrəman adı verilsin. Niyə başqalarına qəhrəman adı verilir? Məsələn, mənim qardaşımda başqalarına qəhrəman adı verilir, mənim qardaşım. Hamıya, bütün şəhidlərin hamısına qəhrəman adı verilsinlər. Çünki onlar qəhrəmandır, onlar danılmazdır, onlar necə deyim, onlar müqəddəsdirlər. Onlar müqəddəsdirlər və ən yüksəklikdə onlar müqəddəsdirlər. Hamısına qəhrəman adı verilsinlər. Xahiş edirəm. Prezidentimizdən də xahiş edirəm, çox xahiş edirəm. Əgər mənim bu çəkilişim ola bilər ki, işıqlanarsa, neyəsə onu görərsə, bax, ondan çox xahiş edirəm. Şəhidlərimizin hamısına qəhrəman adı verilsin. İnşallah, inşallah şəhidlərimiz, O bizim fəxrimiz olur. bəli, şəhidlərimizin hamısı bacı qəhrəmandır. Qəhrəman yox, milli qəhrəmandılar. Biz də məqsədimiz odur ki, çəkirik, göstəririk, işıqlandırırıq və xatirələrdə saxlayırıq ki, gələcək nəslimizə bir yadigar olsun və gələcək nəslimiz də heç zaman şəhidlərini unutmasınlar. İnşallah. Ruski Xəbər İnfo və İnforum Xəbər TV-nin baş direktoru Azər Xudayarov, müxbir Şəlalə Cəfər qızı, informator Fuad Yaquboğlu, Ağcabədi, Ağabəyli kəndi.